Təzədən deyə bilərsən cümləni. Bunu buradan kəsəcəyik. Bax getir də. Hı. Danış. Dedəm. Ya mən bundan necə vaxt ayırır idi də sual. Hə. Bana koymazsınız da. Davam elə, narahat olma. Bugünkü qonağımız Türkiyədə fəaliyyət göstərən yerli dizaynerimiz Ləman xanım. Salam. Salam. Hər dəfə sizin videolara baxanda elə bir fikir yaranır məndə ki, xanım çox əziyyət çəkir. Həm marka idarə edir, həm dayanmadan səyahətlərdə məzmun yaradır, həm də evdə balaca uşağı gözləyir. Siz bunların hamısını eyni anda necə idarə edirsiniz? Əslində o vaxtı özüm yaratmağa çalışıram. Hər şeyi bir günə sığışdırmıram. Çünki hər şeydən öncə özümü daha çox sevirəm. Özümə vaxt ayırmağa çalışıram. Özümə görə yorulacam deyə hər şeyi bir günə sığışdırmıram. Bunu bu gün eləməliyəm, uşağa bu gün baxmalıyam, videonu bu gün editləməliyəm, ev işini bu gün görməliyəm. Elə bir qanunum yoxdur özüm üçün. Hər şeydən öncə mənim öz rahatçılığım mənim üçün daha önəmlidir. Ona görə də işi axsadıram, belə deyək. Yəni mən bu gün bir işim varsa, o bu gün olmasa da olar. Əsas özüm dincəlim, enerjim olsun ki, mən də o işləri görə bilim. Yəni vaxtı özüm yaradıram qısaca. Yəni öz üzərinizdə çox gəlmirsiniz. Yox, rahatam. Planlı da deyiləm, yalan deməyəcəm burada. Hər şeydən öncə dincəlirəm. İş yığılır, qalır orada. Yəni hər şeyi son anda eləyən birisiyəm əslində. Burada yalandan deməyim ki, hər şeyi vaxtında edirəm, hər şeyi çatdırıram, hər şey mükəmməl deyil. Onu da deyim, yəni Instagramda, sosial mediada hər şey çox estetik görsənə bilər, amma arxa planda heç də elə deyil. Yəni arxa planda çox dağınıq birisiyəm əslində. Çünki mənim üçün düşünürəm ki, birinci mənim öz rahatçılığım. Çox gənc yaşınızda ana olmusunuz. Cəmiyyətin yaxşı ana və uğurlu iş qadını stereotipləri arasında qalmaq hissi yəqin ki, sizə də tanışdır. Analıq vicdan əzabı ilə iş qadının ambisiyaları toqquşanda o psixoloji bariyeri necə aşırsınız? Dediyim kimi, bayaqki sualın üstünə bu sual yaxşı oldu əslində. Dediyim kimi, mən özümü sevirəm, özümə dəyər verirəm və düşünürəm ki, hər şeydən öncə bunu deyim ki, mükəmməl ana deyilən bir şey yoxdur. Biz nə qədər, yəni hər ana özünü mükəmməl hesab edə bilmir. Həmişə fikirləşir ki, mən uşağıma yetərsiz qalıram. Düşünürəm ki, mən uşağımla 1 saat verimli bir vaxt keçirsəm, daha yaxşı uşağa təsir edərəm. Nəinki bir gün bütün günü fizikən yanında olsam. Bir gün bütün gün uşaqla vaxt keçirsəm, həm yorğunam, həm stressliyəm məsələn, amma yox, mən uşağımla vaxt keçirtməliyəm, uşağımla bütün günü bir yerdə olmalıyam. Elə bir düşüncəm yoxdur, elə bir fikrim yoxdur əslində. Qısacası mən uşağıma əgər örnək olacağamsa, bunu təkcə analıq üzərindən yox, iş üzərindən də göstərmək istəyirəm. Yəni mən istəyirəm ki, mənim uşağım məni iş görərkən görsün, çalışarkən görsün, həm karyer konusunda, həm digər şeylər üzərində, yəni idmana da gedirəm, işə də gedirəm, uşağımla da məşğul oluram, evimə də vaxt ayırıram, yoldaşıma da vaxt ayırıram. Yəni mən düşünürəm ki, uşağa bu şəkildə örnək olmalıyam, təkcə uşağın yanında fizikən olmaqla yox. Uşağınızı özünüzlə səfərlərə aparırsınızmı? Bəli, aparıram. Və necə keçirirsiniz o vaxtı? Yəni tək səfər etsəydim daha xoş olardı və uşağımla əslində rahatam, mənim üçün çox narahatçılıq yaratmır deyə düşünürsünüz. Öncəliklə belə deyim ki, bu sualı son zamanlar mənə hər kəs verir ki, uşaqla necə tətilə gedirsiniz? O tətil sizin burnunuzdan gəlir. Öncəliklə onu deyim ki, biz tətilə gedərkən birinci ölkəni seçirik. Sonra baxırıq ki, bu ölkəyə uşaqla gedə bilərikmi, yoxsa gedə bilmərikmi? Uşaqla gedə bilməriksə, ora yoldaşımla bərabər gedirik. Yox, əgər ora uşaqla gedə biləriksə, uşağa yaxşı şərait orada yarada biləcəksə, yeməyə baxımından, gəzməyə baxımından, yatmağı baxımından, onda uşaqla birlikdə gedirik. Amma bunu buradan bütün valideynlərə deyirəm ki, uşaqla getmək tətilə çox gözəldir, çox əyləncəlidir. Düzdür, yorulursan, amma o yorğunluğun uşağın üzündəki o təbəssümə baxıb keçir. Ona görə də yəni buradan hamıya tövsiyə edirəm ki, uşaqla tətilə gedin. Yorulursunuz, düzdür, amma ora getmədən qabaq burada planlamaq lazımdır ki, kodlamalısınız ki, mən uşaqla tətilə gedirəm, orada yorulacam. Amma günün sonunda gözəl xatirələrimiz olacaq. Səfərlər zamanı kamera arxasında yəqin ki, maraqlı anlar çox olur. Uşağı, çəkilişləri və işləri eyni anda idarə edərkən başınıza gələn ən yadda qalan krizis və ya gülməli vəziyyət hansı olub? Məsələn, ən son uşaqla, qızımla getmişdik Seyşelsə. Orada deməli hər yer qumdur. Uşaq arabası qumda bilirsiniz ki, yaxşı getmir. Orada mənim uşaq arabası, uşağım, tripodum, nə bilim, o biri çəkiliş işığı falan filan bir sürü əşyamız var idi. Uşaq bir yandan ağlayır. Biz o çəkilişi gün batır. O çəkilişi tez bazar eləmək lazımdır. Yəni Instagramda, sosial mediada o gördüyünüz bizim o uşaqla romantik videolarımızın hamısının arxasında qızımın ağlamağı var. Əsas odur ki, özünüz ağlamırsınız. Qızım gözdə qutarır deyə çəkilişi belə yazı uşağı. Orada bir dənə videomuz var. Ellanın üzü düşmür. Qucağımızda belə qaldırırıq, eləyirik. Amma orada elləsində ağlayır.
Amma uzaqdan görsənmir. Yəni Yəni hər şey görsəndiyi kimi bəli, deyil demək Instagramın istəyirsiniz. yəni arxa planda belə olur əziz dinləyicilər. Yəni izləyicilər. Instagrama çox inanmayaq dediyinizdə belə bir sual yaranır. Sosial şəbəkələrdə Instagram, TikTok və s. İndi çox adam birdən-birə özünə dizayner deyib marka yaradır. Bir sıradan alıcılar olaraq arxasında həqiqətən əmək və vizyon duran bir marka ilə sadəcə xaricdən hazır mal gətirib etiket yapışdıran butiki necə ayırd edə bilərik? Birinci mən sizə bir sual vermək istəyirəm. Mən özümə həkiməm deyə bilərəm. Çünki yox deyə bilmərəm. Deyə Niyə? bilməzsiniz. Çünki tibb üzrə oxumamışam. Mən özümə müəlliməm deyə bilmərəm, çünki müəllimlik üzrə oxumamışam. Niyə hər kəs özünə dizayner adını verir, onu mən də anlamıram. Yəni siz bu işin təhsilini almamısınızsa, bu iş üzrə heç bir praktikanız yoxdursa, niyə özünüzə dizayner deyirsiniz? O yəni həqiqətən mənə çatmır. Siz əgər dizaynersə, onda biz nəyik? Yəni mən həqiqətən belə insanları görüb öz əziyyətimə heyfim gəlir, oxuduğum o 4 illik təhsilimə heyfim gəlir. Ondan əlavə universitetə hazırlaşmaq üçün verdiyim imtahanlara, qabiliyyət imtahanı olsun, o kolleksion hazırlamaqlar olsun, bunların hamısına heyfim gəlir. Çox təəssüf ki, Azərbaycanda bəzi xanımlarımız özünə dizayner adını verir. Buradan da buna çox açıq deyirəm. Siz dizaynersiniz. Yəni sizcə Türkiyədə və Azərbaycanda bu vəziyyət eyni yerdədirmi? Təbii ki, bu təkcə Azərbaycana aid deyil. Türkiyədə də elədir, bəlkə başqa ölkələrdə də elədir. Sadəcə mən indi Azərbaycan haqqında danışdığım üçün belə dedim. Türkiyədə də var elələri. Qaldı ki, digər suala, ona da belə cavab verim. Hazır geyim brendi ilə mal gətirib belə deyək də, doğru dildə, mal gətirib etiketi vurub satmaq ayırd eləməyinin çox asan bir yolu var əslində. Məsələn, öz markamdan yola çıxım. Siz bir marka qurursunuzsa, o hər markanın öz DNA-sı olur, öz imzası olur. Geyimlər hamısı bir-biri ilə bağlantılı olur, eyni tip parçalar olur. Yəni buradan baxan kimi bilə bilərsiniz ki, yəni mağazinə girəndə o DNA-nı, o imzanı anlasanız biləsiniz ki, bura özən göstərilmiş hazır geyim bir yeridir. Amma fərqli geyimlər, bir-birindən əlaqəsi olmayanlar, keyfiyyətsiz tikilişlər, standart gördüyümüz düymələr falan, onlar artıq gətirilməlidir. Ləman Həsənli imzasını necə tanıya bilərik? Öz markamdan yola keçərək, ya daha doğrusu öz markamdan yola keçərək deyə bilərəm ki, mənim markamın adı Overjewel'dur. Amma Türkiyədə təəssüf ki, bu markaya Oversual deyirlər. Çox məyus oluram o adı eşidəndə. Bu ad hardan gəlir? Oversize və casual'dan gəlir. Yəni oversize'ın over ilə casual'ın jewel'ı birləşərək Overjewel markasını yaratmışam. Adından da göründüyü kimi həm oversize, həm də casual geyimlər. Yəni gördüyümüzdə Ləman Həsənli olduğunu anlamalıyıq. Tamam. Yəni həm oversize, həm casual'sa, oradan bilərsiniz ki, mənim markam. İndiki dövrdə fast fashion, yəni sürətli moda markaları hər şeyi çox ucuz və əlçatan edib. Cəmiyyətimizdə xüsusən gənclər arasında tez-tez belə bir sual yaranır. Əgər eyni görünüşdə bir paltarı internetdən daha ucuz ala bilirəmsə, niyə yerli hazır geyim brendinə müraciət etməliyəm? Sizin dizaynlarınızı o kütləvi və ucuz geyimlərdən fərqləndirən o əsas ruh nədir? Deməli bu fast fashionla yerli brendlərin, eyni ilə də mənim brendimi, yəni ümumiyyətlə hazır geyim brendi ilə fast fashion brendlərinin daha çox Inditex markaları, yəni fərqləri bundan ibarətdir ki, keyfiyyət və uzunömürlü olub olmaması. Siz yerli brendlərə üstünlük versəniz, aldığınız parçalar sizinlə uzun ömür birlikdə ola bilər. Amma fast fashion elədir ki, 2 yumada, 3 yumada o geyimlər artıq işlənilməz vəziyyətə gəlir. Ona görə də yəni çalışın yerli brendlərimizdən alın. Tək yerli yox, yəni ümumiyyətlə hazır geyim firmalarından almanızı tövsiyə eləyərəm. Ən azından keyfiyyət var orada. Çoxları elə bilir ki, dizaynerlər ancaq bahalı və fərqli brendlər geyinir. Səmimi deyək, xüsusən də davamlı səyahət edən, üstəlik aktiv bir ana olaraq gündəlik həyatda siz özünüz nə geyinirsiniz? Dizaynerik deyə elə bilirlər bütün günü podiumdaymış kimi gəzirik, amma elə bir şey yoxdur. Özəlliklə anayamsa və uşağımla bir yerə gedirəmsə, mənim üçün rahatlıq çox önəmlidir. Burada Oversual'ın reklamı. Çünki Oversual, oversize casual. Mən gündəlik həyatda daha çox casual geyinməyə çalışıram. Yəni heç də elə ay belə tərz olum, elə geyinim, belə geyinim şey olmur. Hə, belə bir şey var ki, mən ona nəyə üstünlük verirəm? Sport geyinsəm belə ya da bir basic ağ tişört altına cins şalvar geyinsəm belə, onu bir şeylə tərz eləməyə çalışıram. Məsəl üçün ağ tişört, cins şalvar, ən sadəsi də yəni blazer ataram üstünə, nə bilim rümen taxaram. Belə də yəni gündəlik həyatda yəni elə də özən göstərmirəm geyimimə. Səyahət vloqeri kimi fərqli ölkələrin mədəniyyətini, küçə stilini daim müşahidə edirsiniz. Bu sizə həm rəngarənglik qatır, həm də ki, dünya görüşünüzü artırır. Ondan bir yola çıxaraq, özünüzlə olmazsa olmaz deyib götürəcəyiniz 3 əşya nə olardı? Ağ tişört. Yəni mən ən çox qardırobumda ən çox olan əşya mənim ağ tişörtdür. Hara gedirəmsə gedim, yay-qış fərqi yoxdur. Getdiyim ölkəyə də aidiyyəti yoxdur. Ağ tişört mənlə həmişə birlikdə olur. Çünki ağ tişörtlə çoxlu kombinlər eləmək mümkündür.
Birinci yerdə ağ tişört, ikinci yerdə eynək. Nə geyinirsən geyin, bir dənə eynək tax, olursan cool. Üçüncü əşya da deyərdim ki, tripodum. Çünki çəkiliş eləyirəm. Bəs ümumiyyətlə gəzdiyiniz ölkələrin ab-havası, insanların rahatlığı sizin kolleksiyalarınıza necə təsir edir? Bununla bağlı belə bir cavab verim. Məndə elə bir şey yoxdur ki, getdiyim yerdə bundan ilham aldım, mən bunu kolleksiyonumda işlədəcəm deyə bir şey yoxdur. Burada da deməyim, göz yaddaşı deyilən bir şey var. Məsəl üçün getdim Çinə. Çindəki o vibe-ı gördüm. O artıq mənim beynimdədir. Sonra yatıram hər hansısa bir gün. Gecə birini ayıram ki, ayda Çində belə bir şey görmüşdüm. Bunu gəl kolleksiyonumda istifadə edeyim. Bu hər şey ola bilər, amma düzdür, getdiyim hər ölkədə onların da yerli brendlərinə girirəm, baxıram, nələr istehsal ediblər, nə var, nə dəbdədir. Onlara da fikir verirəm, amma onu öz kolleksiyonumda yansıtmıram açığı. Amma Temple'a gedirəm məsələn, oradakı o işləmələr, əjdahalar, nə bilim nədirsə də indi. Onları görürəm, bəyənirəm, şəklini çəkirəm sosial media üçün, özüm üçün yox. O mənim göz yaddaşımda qalır. Sonra kolleksiyon yaradanda isə oradan ilhamlanaraq şeylər ürətirəm. Yəni ilhamı daha çox yollardan yox, daxili dünyanızdan alırsınız. Bəli. Siz fərdi sifarişlərlə işləyən atelye yox, hazır geyim markası yaradırsınız. Kənardan baxanda elə bilirlər ki, dizayner sadəcə bir eskiz çəkir və qalanını fabrik həll edir. Amma əslində kütləvi istehsal üçün bir kolleksiya xəyaldan vitrinə gələnə qədər hansı görünməyən mərhələlərdən keçir? Kaş bunu hamı bilsə. Əslində bu yaxşı sual oldu ki, mən buradan özümü izah edə bilim. Mənim ən çox əsəbləşdiyim, ən çox ağladığım, ən çox o tükənmişlik sendromu deyirlər. Bax, onu yaşadığım hissə eskizdən vitrinə gələnə qədər olan prosesdir. Yəni mən elə bir kolleksiyon yoxdur ya da elə bir ürün yoxdur ki, mən onu yaradarkən belə deyim, oturub ağlamayım. Ağlamaq da o siz nədən olur? Əsəbdən. Ki niyə belə oldu? Necə düzələcək? Necə olacaq? Çox çətin prosesdir. Sən bunu çəkirsən, bir köynək çəkirəm. O köynəyi o vitrinə gələnə qədər bəlkə də 3-4 nümunədən keçir. O çəkdiyin köynəyi yaratmaq üçün gedirsən, özüm gedirəm bir də, heç kəsə göndərmirəm. Gedirəm o fabrikalara, Türkiyədəki o Mərtərin civarındakı Zeytinburnu falan kimi yerlərə gedirəm. Oradakı belə deyim, kişilərlə mən özüm söhbət edirəm. Mənə də görürlər ki, cavanam, uşağam. Türklər demiş, kazıklamağa çalışırlar. Orada ayrı bir stres yaşayıram. O köynəkdə təsəvvür etdiyim parçanı axtarmaq üçün Türklər demiş, sokaq gəzirəm, axtarıram. Gəlirik, tikirik, xoşumuza gəlmir, gedirik təzədən parça alırıq. Sonra mankenə geydiririk. Yox, bu 36 bədəndə qəşəng görsənir, amma 42 bədəndə qəşəng görsənməyəcək. Təzədən düzəldirik. Yəni çox çətin aşamadan keçir. Yəni o gördüyünüz adi ağ tişörtü belə ümumiyyətlə biz yox, hazır geyim markaları 3-4 nümunədən sonra ərsəyə gətirir. Yəni çox çətindir. Yəni hazır geyim kolleksiyası yaradarkən ən çətin məsələlərdən biri hər kəsə uyğun ölçü və kəsim tapmaqdır. Bunun üstəsindən necə gəlirsiniz? Deməli, mənim markamın əsas nöqtələrindən biri də həm rahat olmaqdır, həm də gündəlik yaşam stilimizə uyarlamaqdır, belə deyim. Yəni ki, mənim üçün rahatçılıq çox önəmlidir. Yəni mənim markam üçün rahatçılıq çox önəmlidir. Ona görə məndə dar kəsim geyimlər çox tapa bilmərsiniz ya da Türklər demiş, dar kalıp geyimlər çox tapa bilmərsiniz. Biz önəmli olan bizdə nədir? Bir şey ürətirik, bir şalvar ürətirik. Bu 36 bədəndə belə durursa, 42 bədəndə də belə durmalıdır. Yəni yan hissələri boş durursa, 42-də də elə durmalıdır. Elə deyilsə o ürünü vəbşi çıxardırıq aradan. Sizin səyahət vloqlarınızı şəxsən özüm izləyirəm və çox sevirəm. Məsələn, Vyetnam sevgim sizin səyahət vloqunuzdan yaranıb. O vloqları yaratmaq, səyahət bloqeri olaraq fəaliyyət göstərmək hardan ağlınıza gəlib? Tam fərqli sahədəsiniz əslində. Yoldaşımdan belə. Olur yemək yeyəndə nəyəsə baxarıq. Mən köhnə dizlərə baxaram məsələn. Mən nə vaxt yemək yeyirəm ya da yoldaşımla nə vaxt yemək yeyirik, görürəm televizorda yoldaşımın YouTube-da qoşduğu şey gedir. Nə deyirlər ona? Travel blogerlərin videoları gedir. Bu ölkəyə getdiyi sokaq ləzzətləri, o ölkəyə getdiyi nə bilim bu sokaq ləzzətləri falan. Yoldaşımın çox həvəsi var idi buna. Mənim də səhifəm açıq olduğundan özü mənə təklif etdi ki, gəl çəkək. İlk başda biz Instagram üzərindən paylaşımlar eləyirdik. Dedik öz aramızda çox deyib gülürük, əylənirik. Niyə bunu da YouTube-da paylaşmayaq? Getdim aldım kameramı. Yoldaşımın sayəsində baxanda özünüz də görmüsünüz ki, məndən çox yoldaşım danışır. Mən çəkirəm, yoldaşım danışır. Onun tarixi bilgisi daha yaxşı olduğundan, getdiyi hər ölkə haqqında məlumatı olduğundan danışmaq hissəsi ondadır. Mən edit işinə baxıram daha çox ya da çəkmə hissəsinə baxıram. Yəni yoldaşım sayəsində oldu bu şey. Və doğrudan da maraqları var insanların. Yəni mən çünki doğrudan vloqlarınız çox maraqlıdır. Tepki alacağımı gözləmirdim yaxşı mənada. Doğrudan yəni maraqlı gəlirmiş insanlara. Səyahət edərkən ən çox nəyə diqqət yetirirsiniz? Nə ilə bağlı? Məsələn, getdiyiniz ölkədə sizin üçün ən önəmli olan faktor nədir? Yemək. Yemək. Çünki biz
son zamanlar Asiya ölkələrinə getməyə başlamışıq. Deyirik ki, Asiyanı bitirək, sonra digər tərəflərə gedərik və son zamanlar Asiyaya getdiyimiz üçün də ac qalırıq. Ona görə bilirik ki, biz bura getsək, məsəl üçün Vyetnama gedəndə biz bilirik ki, ac qalacağıq. Ona görə bir ölkəyə getməmişdən öncə bizim üçün ilk iş restoran axtarmaqdır. Öz damaq dadımıza uyğun restoranlar axtarırıq, seçirik və ora getmədən artıq rezervasiyamızı edirik ki, riskə atmırıq işimizi. Yəni yemək. Yemək dediyinizdə daha çox milli yeməklərindən bəhs edirsiniz yəqin ki. Yox. Ümumi yemək yemək. Ümumi dadlı yemək olsun. Yəni bizim elə bir düşüncəmiz yoxdur ki, biz Vyetnamda olmuşuqsa onların yeməyindən yeməliyik, Çində olmuşuqsa onların yeməyindən yeməliyik. Yox. Yəni biz özümüzü ona məcbur etmirik. Çünki onun qoxusu gələndə belə bizə xoş gəlmir. Yəni yemək dadlı ola bilər, amma qoxusu bizi cəzb etmədiyindən o yeməyin dadına baxmaq istəmirik. Biz daha çox damaq dadımıza uyğun olan, özəlliklə də chef's table dediyimiz şeflərin yanımızda hazırladığı yeməklərdən yeməyi daha çox üstün. Bir də heç vaxt getmərəm dediyiniz ölkə olubmu? Çin, heç vaxt getmərəm. Sizə orada məyus edən nə idi? Yemək. Yoldaşım yenə gedir gələn ay işlə bağlı. Mənə dedi ki, gedək. Dedim getmirəm. Mən bir də tövbə ora gedərəm. Yox, getmirəm. Məsələn, yemək problemi olmasa, Çin mədəniyyəti, tarixi abidələri və s. sizi cəlb etdimi? Etmədi, tamam. Bilirik ki, hazırda bütün diqqətiniz hazır geyim markanızdadır. Yəni ən çox ona yönəlmisiniz. Travel blogerliyi də sadəcə bir hobbi olaraq həyata keçirirsiniz. Bəs gələcəkdə tam fərdi sifarişlər xətti yaratmaq üçün ateliye deyək, haute couture dünyasına girmək kimi bir xəyalınız varmı? Amma biraz tərəddüd içərisindəyəm. Öncəliklə onu deyim ki, haute couture başqa bir şeydir, couture başqa bir şeydir. Haute couture çox insan elə bilir ki, özəl dikim dediyimiz hər ateliye haute couture adlanır, amma əslində elə deyil. Yəni dərinə getsək, haute couture ancaq Fransada bir federasiya kimi bir şey var. Onların verdiyi bir statüdür, türklər demiş. Yəni bu ola bilər, Valentino ola bilər, Dior ola bilər. Yəni onlar haute couturedur, onlara haute couture adı verilib. Biz sadəcə couture ola bilərik hələ ki, gələcəkdə niyə də yox. Amma ölkəmizdə istəyirəm. Bizim ölkədə, yəni əsl modellər az olduğu üçün mən də onlardan biri olmaq istəyirəm. Yəni bizim ölkədə də niyə dünyaca tanınmış modellər olmasın? Və mən özümə hədəf qoymuşam ki, hazır geyim yox, amma ölkəmizdə couture ateliye açım. Ağlınızda olan bir eskizlər və ya hazırlayacağınız modellər varmı? Yəni məsələn, mən overall tipli davam edəcəm və ya sadəcə ziyafət paltarları tikəcəm. Hazır geyim markam Türkiyə bazarına aiddir. Mən onu öz ölkəmizə gətirməyi düşünmürəm. Çünki orada artıq mənim müştəri kitləm var. Mən ürətimlərin sayını da onlara görə ürətirəm. Ona görə yəni düşünmürəm ki, hazır geyim markamı mən ölkəyə gətirim. Ondan sonra dediyimiz kimi ateliye açmağı çox istəyərəm və ateliye açarkən də daha çox ziyafət paltarları olacaq. Amma təbii ki, dediyim kimi mənim bu beynimin içində nə varsa o geyimlər olacaq. Yəni müştəri gəlib desə ki, mən bu geyimi istəyirəm, çox təəssüf ki, mən o müştəriyə o geyimi tikə bilməyəcəm. Çünki mənim ateliyemi qurarkən hədəflərimdən biri odur ki, mən sənə, yəni müştəriyə, müştəri gəlir mənə, belə deyək qısaca. Müştəri gəlir, deyir ki, məsəl üçün oğlumun toyuna gedəcəm, istəyirəm qara geyinim məsələn. Oğlum toyuna qara geyinəsən, qara dedim mən. Müştəri deyir ki, oğlumun toyuna gedəcəm, mən qırmızı rəngdə don geyinmək istəyirəm. Deyirəm ki, mənə burax. Mən müştərinin təkcə geyimini yox, eyni zamanda başdan aşağı stylingliyini üstləndirəm. Ateliyemdə o üzrə əslində fəaliyyət göstərmək istəyirəm. Yəni təkcə eskiz üzərinə deyil də, həm stylingli, həm geyim üzərinə iş görmək istəyirəm və geyimi yaradarkən də mənə qarışılmasın. Mən dediyim kimi tasarım işi görürəmsə, mənim tasarımımı geyinmək istəyən müştərilər mənə gəlsin. Müştəri gəlib mənə desə ki, mən bunu istəmirəm, onu istəyirəm, tikmərəm. Bəs tikdiyiniz paltarı müştəri əslində xəyalında başqa bir paltar var, amma siz ona başqa bir model təqdim edirsiniz. Onda necə olacaq? Belə deyək, gələn müştəri mənim zövqümə güvənirsə, yəni daha doğrusu gələn müştəri mənim zövqümə güvənərək gələcəyinə inanıram və mənim elə bir hədəfim yoxdur ki, çox müştərim olsun, hamını geyindirim kimi bir hədəfim yoxdur. Özəl tasarım olduğu üçün özəl qalmasını istəyirəm və istəyirəm ki, mənə güvənən, mənə inanan müştərilər gəlsin. Bunu nədən yola çıxaraq deyirəm? Baxmayaraq ki, hələ o zamanlar hazır geyim markam yox idi, hələ tələbə idim, hətta tələbə də deyildim, abituriyent idim. Yaxınları mənə deyirdi ki, bəs biz toya gedəcəyik, mənə geyim çəkə bilərsənmi? Yəni mən uşaq halımla, yəni 14-15 yaşım var idi, çəkirdim, deyirdim ki, bu. Və həqiqətən də nə çəkmişdimsə eynisini birəbir tikdirib geyinirdilər və bu məndə çox xoş təəssürat yaradırdı ki, deməli mənə güvənirlər.
Yəni mən də istəyirəm ki, mənim atelyemə gələnlər mənə güvənsin və mən təbii ki, onlar üçün ən yaxşısını tikəcəm, ən yaxşısını tasarlayacağam. İzləyicilərimiz, xüsusən xanımlar üçün qızıl bir qayda verə bilərsinizmi? Sizin kimi həm praktik, həm də dəbli olmaq istəyən bir xanım qardırob qurarkən ən çox nəyə pul xərcləsin? İndi mən işim gərəyi təbii ki, çox şey alıram. Çünki işim budur. Həm də sosial mediada da aktiv olduğum üçün daha çox geyim alıram, hər tərzdə geyim alıram. Amma əgər bu iş üzrə işləməsəydim, yəni sosial mediam bağlı olsaydı, belə deyim, private həyat yaşasaydım, bunu ətrafımdakılara da deyirəm ki, az geyim alın, amma keyfiyyətli geyim alın. Kapsul qardırob qurun. Yəni bir şey bəyənə bilərsiniz. Məsəl üçün getdiniz bir mağazaya, onu bəyəndiniz, deyirsiniz ki, mən bunu almaq istəyirəm, amma siz bir şey alarkən onu fikirləşin. Mən bunu neçə dəfə geyinəcəm? Mən bunu nə ilə kombinləyəcəm? Mən bunu bir dəfə geyinirəmsə, mən bunu almıram. Bir şey alarkən onu beyninizdə düşünün ki, mən bunu çox geyinə bilərəm, mən bunu çox şeylə kombinləyə bilərəm, elə alın. Yəni ən əsası o biri suallarda da dediyim kimi tişörtlər alın, keyfiyyətlisini alın, Inditex markalarda almayın. Biraz baha alın, amma yaxşı alın, uzun ömürlü olsun. Çünki onların duruşu doğrudan fərqli olur. Yəni gedib hər hansısa bir Inditex markadan aldığınız tişörtlə keyfiyyətli aldığınız tişört arasında geyinərkən o fərqi çox hiss edirsiniz. Kəsim çünki daha özənli olur. Ona görə daha çox basic şeylər almağa üstünlük verin. Qara blazer olar, qəhvəyə blazer olar, ağ tişörtlər, qara tişörtlər, uzun qol, qısa qol və qəşəng düz kəsim bir şalvar. Söhbətimizin ən əvvəlinə dönmək istəyirəm və sizdən məsləhət istəyəcəm. Sizin kimi eyni anda həm ailəsini, həm biznesini böyütmək istəyən, ancaq qorxuları olan gənc qadınlara öz yolunuza çıxarkən ən vacib məsləhətiniz nə olar? Qorxmayın. Həqiqətən mən özüm də işi qurarkən çox qorxdum. Çox dediyim kimi çox ağladım, çox qorxdum. Gecələr yata bilmədim. Tüklər demiş pes etmək istədim. Dedim yox, mən də alınmayacaq. Amma həqiqətən bir şey anlamalısınız ki, mən bir iş görürəmsə, orada udmaq da var, uduzmaq da var. Əsas odur, siz çaba göstərin, qorxmayın. Nə olar olar. Əsas odur, udursanız belə o sizdə artıq bir dərs olacaq. Bir sonraki işinizdə o səhvləri etməyəcəksiniz. Ona görə də ən başda qorxmayın. Ürəyinizdə necə keçir, nə iş görmək istəyirsinizsə görün.